trendinə çevrilən 3D dondurmalar müxtəlif görüntüsü və fərqli rəngləri ilə tələbatı artırıb. Bəs digər ənənəvi yay desertlərindən fərqi nədədir? Diqqətinizi digər dondurmalardan nə ilə çəkdi fərqli olaraq? Fərqli olaraq indi mən görürəm burada bir neçə dənə meyvə var. Belə assorti. Bu mənim xoşuma gəlir. Keçən dəfə aldım bu dondurmadan, yenə almışıq. Başqa dondurmalardan yağlığı ilə fərqlənir. Daha çox yağlıdır, dadı daha mükəmməldir. Satışda olan dondurmalardan fərqi olaraq odur ki, həm süd təbii olaraq hazırlanır, həm də ki, içliklər təbii meyvələrdən hazırlanır. Yəni, məsələn, çiyələyin həm püresi, həm çiyələyin özündən istifadə edirik. İçliyi batırdıqdan sonra dondurmaya qoyuruq. Dadına baxmadan fikrimi deyə bilməyəcəm, elə isə birinin dadına baxaq. Dadlıdır, hətta deyərdim ki, digər ənənəvi dondurmalardan da fərqlənir. Elə görüntü baxımından morğun dadına bənzəyir. Elə onu digər dondurmalardan ayıran və xüsusi edən də məhz təbii çeşidlərdən hazırlanmasıdır. Hazırlanma müddəti hardasa 5-6 saatımızı alır. Təbii ki, bunun dondurulması var. Dondurulduqdan sonra tək-tək ayrıca bir-birinə yapışdırılır və sonra bir daha dondurulur. Ona görə proses hardasa 5-6 saatımızı alır. Bir də şokoladlanma prosesi var. O da 2-3 saatımızı alır maksimum. Bəs maraq doğuran bu dondurmaların sağlamlığa zərəri var? 3D texnologiyasına biz burada aydın məsələdir ki, daha çox çap işləri gedir. Bir üstünlüyü odur ki, insan əlinin toxunuşundan daha çox avtomatlaşmış sistemdir. Lakin daha çox işlənmiş məhsulların burada istifadə olunduğunu görürük. Əsas odur ki, qədərində istehlak edilsin. Bu zaman mənfi təsiri də, zərəri də minimuma endirmək mümkündür. Jalə Gözəlova, Sabir Şahbələdov, Telesəhər.